Bu gün Beyləqan rayonunda şəhidimiz hərbi polis İsmail Vaqif Vüqaroğlu'nun 5-ci il dönümünə gəlmişik. Qədir müəllim bəyan edir ki, biz bütün anaların huzuruna gedəcəyik də. Biz analar çoxdur, biz azıq. Yəni mən 3-cü tədbirimdir, səhərdən çıxanam. Yolumuz uzaq olduğu üçün biraz üzr istəyirəm gec gəldiyimiz üçün. Allah bu qardaşımıza rəhmət eləsin, ruh şad olsun, yer beş eləsin. Allah bütün analara səbr versin. Hər birinizin qarşısına getmək üçün qürur duyuruq. Hər birinizin qapısını açanda biz fəxrlə elə bir ocağa, bir ziyarətgaha gedirik. Mən səmimi qəlbimdən deyirəm ki, mənim üçün sizin qapınız, sizin huzurunuz Məşədi Kəlbəcər Hacıdır. İndi mənim bu pis başa düşəndə olur, nəyəsə görə dəbilər, yox. Ona görə ki, siz müqəddəs, dəyərli, gözəl bir analarsınız. Bu gün biz bu şəhidləri boşlayıq ki, bizi cəm eləyib, sizin kimi anaların huzuruna, sizin kimi anaların qapısına, anaların ayağına gətirsə, biz buna qürur duyuruq, fəxr eləyirik. Niyə? Ona görə ki, siz bu gün Zeynəb anasınız. Ona görə ki, Zeynəb ana Kərbəlayda bu günə kimi İmam Hüseyni yaşatdı. Siz yaşayın ki, balalarınız yaşasın. Siz yaşayın ki, sizin balalarınız həmişə yaşasın. Allah Vüqar qardaşımıza, Vaqif qardaşımıza rəhmət eləsin, ruh şad olsun, yer beş eləsin. Bu gün də özümə bir boş bilib, ana sənin yanına gəldim. Sənin yanına gəlmək özümə bir qürur bilirəm. Bəzi analar məndən inciyir, küsür ki, bizlərə niyə gəlmişsiniz? Vallahi çatıra bilmirəm. Yolumuz uzaq olur, həbirlərimiz çox olur. İşdən çıxa bilmirəm. İnanırsınız ki, mən səhər işə girirəm, saat 10-a 11-ə kimi işim, mən həmin cümlə çıxıram. Çıxanda da qaçıram, ora-bura gəlirəm. Bəzilərinə xəbərim olmur illərindən, bəziləri təbirlərdən bilmirik. Ona görə də üzür say məni.